Birinci Qarabağ müharibəsi başlayarkən o ailəsi ilə birgə Rusiyada yaşayırdı. Lakin vətən dar gündə olanda rahatlıq tapa bilmirdi. Nəticədə öz doğma vətəninə qayıtmağı qərar aldı. Gəldi və Ağdam rayonunun Abdal Gülablı ərazi özünü müdafiə batalyonunun sıralarına qoşuldu. Doğma yurdunun müdafiəsində dayandı. Bu yolda da şəhidlik zirvəsinə yüksəldi. Söhbət şəhid Bahadur Quliyevdən gedir. Döyüş yoldaşları onu anaraq məzarını ziyarət ediblər. Bahadur Sehrimanoğlu Quliyev Birinci Qarabağ müharibəsi zamanı doğma kəndinin, həm də ümumilikdə Ağdamın müxtəlif istiqamətlərdə düşməndən müdafiəsində iştirak edir. Aktiv döyüş əməliyyatlarında zirehli texnikaları daha çox məhv etməyə can atan igidimiz hər zaman döyüş yoldaşlarını düşünür. Onları qorumaq niyyəti ilə öndə gedir. Bahadur qardaşımız bizim kəşfiyyatçı olaraq 1995-ci il aprel ayının 16-sı günü çox dəyərli, lazım olan bir tapşırıq yerinə yetirərkən şəhid olmuşdu. Bizim itirdiyimiz döyüş yoldaşları, bizim şəhid olan qardaşlarımız bu vətənin, bu dövlətin, bu millətin ən layiqli, ən qabiliyyətli kişilər olubdur. Aradan uzun illər ötsə də bir zaman çiyin-çiyinə soyuq səngərlərdə vətənin keşiyini çəkən Bahadurun döyüş dostları onu doğum günündə anırlar. Bahadur burada duran hər birinin əzizi, qardaşı, həqiqətən belə deyək də, ən pis gündə bizim kürəyimiz bir-birimizə söykənibdir.